İkinci isə deyir ki, siz onları müdafiə etdiyinizə görə Allah qatında da onların hökmündəsiniz. Bu da axirətdə bizə hökm verir. Fikir verin qardaşlar, yəni bunun sözünün məğzi mənası budur. Bir var insanların qatında müşrik, bir də var Allah qatında müşrik. Heç cahilliyi üzür görməyən alimlər bunu kimi demir. Onlar cahilliyi uzbasından şirk olanları bu dünyada müşrik adlandırsalar da deyirlər ki, ahirətdə Allah qatında üzürlü ola bilərlər, imtihan olunacaqlar. Əgər üzürləri varsa müşrik olmayacaqlar, cənnətə girəcəklər. Üzürləri yoxdursa müşrik olacaqlar, cəhənnəmə girəcəklər. Bu isə bizə deyir ki, Allah qatında da onların hökmündəsiz. Yəni ahirətdə də Allahın qatında da kafirsiniz, müşriksiniz və əbədi cəhənnəmdəsiz. Yəni əgər bu xavariclik deyilsə, başqa xavariclik nədir? Əgər cahilliyi üzür gördüyümə görə, şərtlər yerinə yetməmiş, maneələr ortadan qalxmamış, kim bir müsəlmanı təkfir etmədiyimə görə məni təkfir edirsənsə, heç olmasa denən ki, bu barədə ixtilaf var. Alimlərin bəziləri üzür görür, bəziləri üzür görmür. Küfr olmayan bir məsələyə görə sən məni dindən çıxardırsansa, bu xavariclik görsə nədir xavariclik? Xavaricilərin simalarındandır ki, onlar küfr olmayan şeyə görə bir müsəlmanı dindən çıxardırlar. Baxın, xavaricilər deyir ki, böyük günaha görə təkfir edirlər. Əslində daha dəqiq ibarəni Şeyxülislam İbn Teymiyyə deyib onlar barədə. Deyir ki, əksinə onlar özləri nəyi böyük günah görüblərsə ona görə müsəlmanları dindən çıxardırlar. Yəni onlar niyə görə xavaricilərdir? Çünki Allahın dindən çıxartmadığı bir şeyə görə müsəlmanları dindən çıxartmaq. Böyük günahlar dindən çıxartmır axı. Bu isə nəinki böyük günah, hətta ixtilaflı bir məsələyə görə bizi dindən çıxardır.